Əslində Hı. Əhməd Cavadın hüquqları daim pozulmuş və orijinal yaradıcılığın inkişafına imkan verməmişlərdi həmin dövrlərdə. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həmin dövrdə həbs edirlər və burada artıq Cavad ikinci dəfə haqqında danışacağımız indi Göygöl şeirinə görə həbs edilir. Əslində burada bu şeiri oxuyarkən o zamanki rəhbərlərindən belə bir cavab gəlir ki, kim deyər ki, Azərbaycanın Puşkini yoxdur. Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. Göygöl doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir. Həqiqətən də, yəni şairin Göygöl şeiri həm təbiət incisi olaraq Göygöl təsvir eləməsi, həm də müəyyən mənada siyasi məsələlərə toxunması fonunda əslində bu əsər həqiqətən də diqqətə layiq əsərlərdən biridir. Əslində belə ki, 5-6 Əhməd Cavadı bununla bağlı sorğu-sual edirlər və Göygöl şeirinə heç bir siyasi rəng verən 1927-37-ci illərdə isə Əhməd Cavad bir neçə dəfə də həbs edilmiş və təqiblərə məruz qalmışdı və nəhayət bildiyimiz kimi 1937-ci ildə martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər və həmin ildə iyun ayının 4-də Hüseyn Cavid, Mikail Müşfiq Xuluflu ilə birlikdə, yəni həbsə atırlar və oktyabrın 12-si 13-də keçən gecədə 15 dəqiqəlik məhkəmənin qərarı ilə əslində onların hər üçünü bildiyimiz kimi repressiyaya məruz qoyurlar. Əslində ideoloji sahədə rəhbər orqanlar, Qızıl Qələmlər Cəmiyyəti, onun fəal üzvlərinə olan proletar şairləri, bir sözlə Əhməd Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirlər, yalanlar uydururlar, yəni ki, təbii ki, buradan düz yoldan gedir söhbət. Yəni məcburən yeni quruluş bütün sahələrindəki işini tərənnüm eləməyə çalışırlar. Belə olmayan təqdirdə isə çox böyük cəzalara məruz qalacaq belə hədələyirdilər. Belə bir vaxtda təbii ki, Əli Nazim Moskvada çap olunmuş belə bir məqaləsində göstərir ki, təbii ki, İstiqlal uğrunda adlı kitabda Əhməd Cavadın da bir neçə şeiri dərc olunur həmin dövrdə və bu xəbər şairin ətrafında onsuz da gərginləşmiş mühitdə sanki bir bomba kimi partlayır və bu partlayış da çox geniş miqyasda əks-səda verir və 20-ci illərin axırlarına doğru Azərbaycanın ədəbi mühitindəki vəziyyət və bu vəziyyətdə Əhməd Cavadın münasibəti haqqında nisbətən aydın təsəvvür yaratmaq məqsədi əlaqədar da mən istəyirəm ki, bir sıra deməli məqama toxunum. Əslində şair şiddətli protest ediləm adlı etirazına göstərir ki, Aprel inqilabı sonra əlaqədar olmadığı bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbəri olmadığı kimi hansı əsərlərinin də həmin kitaba düşdüyünü bilmir. Əhməd Cavadın bəyanatı etirazları daha da qızışdırır və onun səhvlərini, yəni yenə qeyd edirəm, burada dırnaqarası səhvlərdən gedir söhbət, hansı ki, vətəninin azadlığı uğrunda elədiyi mübarizə, tərənnüm və s. Təbii ki, qarşı tərəfi oponentlərini qəzəbləndirir. Kommunist, Bakıski Raboçi, Yeni Yol, Gənc İşçi qəzetləri xüsusilə bir sehirli çubuqla hərəkətə gətirilmiş kimi səs-səsə verib tək imza ilə imzasız bir neçə imza ilə dərc olunmuş yazılarda Əhməd Cavadı inqilabi duyğudan uzaq olmaqda, quruluş əleyhinə böhtan yazmaqda və gənc müəlliflərə pis nümunə göstərməkdə ittiham edir və onu yaradıcılıq fəaliyyətindən, müəllimlikdən uzaqlaşdırmağını tələb edirlər. Əslində Kommunist qəzeti özü də bir neçə gün əvvəl dərc etdiyi etiraz yazısından peşman olunmuş kimi noyabrın 1-də yenidən çıxış eləyir və çıxış daha doğrusu yayımlayır və Əhməd Cavadın 3 xırda abzasdan ibarət olan deməli etirazına böyük bir məqalə ilə cavab verir. Güman etmək olar ki, şairin məktubunda qeyri-rəsmi, təhdidedici cavab hələ də Əhməd Cavadın etirazı dərc olunmamış və hazırlanmışdır. Təbii ki, bu da ehtimallar sırasında idi həmən dövrdə. Amma Əhməd Cavad isə bütün bu təqiblərə baxmayaraq onlara belə bir cavab verir. Mən istəyirəm o cavabdan bir neçə nümunə oxuyum sizə. Yəni bizi maraqlandıran məsələ hər şeydən əvvəl budur ki, nə üçün Vəlinin deyil, həmən Cavadın əsərlərini dərc və nəşr edilir.
Həm xüsusən Cavadın özü də bu məsələ üzərində düşünməlidir və Cavadın əsərlərində müsavat ruhu, müsavatçılıq iyi gəlir. Yəni bunu təbii ki, o həmin dövrdəki təqibçilər yazırdılar və bu əsərlərdə mövzu etibarilə göllər, meşələr, buludlar və sevgilərlə racidir və bugünkü Azərbaycan oxucularına əsla lazım deyildir. Bunu dəfələrlə qəzetimiz səhifələrdə Cavada göstərmişiz. Bundan sonra Şura hökuməti və sosializm uğrunda Azərbaycan əməkçilərinin mübarizəsini qəbul və təsdiq etdiyinə həqiqi müəyyən sübutlar olmadıqda Cavada və onun protest etirazına inanmaq olarmı? Əslində bu belə bir yazı təbii ki yayımlayırlar həmin dövrki qəzetlər və beləliklə ideologiya qara güruhçuları əvvəlcə Cavadın xarici şeir göndərməsi barədə təbii ki iftira yayır. Bunun ardınca da növbəti anti-Cavad kampaniyasına başlayırlar və yaşadığımız günlərin o müthişliklərindən bir xəbər gənc oxucu isə sual verə bilər ki, bir şair üçün şeirlərini xarici ölkədə çap etdirmək nə böyük cinayətdir ki, ya da onun ətrafında belə haykür nə üçün qoparırlar? Lakin unutmaq olmaz ki, o zaman Sovetləşdirilmiş Azərbaycanın yeganə partiyası Mərkəzi Komitədə qəzet və jurnal redaksiyaları da təbii ki, rəsmi orqanlara tabe idi, bir növ senzuralı idi və türk dil, millət, din qardaşları əlaqəsi haqqında hər cür təşəbbüsü fövqəladə bir cinayət kimi qiymətləndirirdilər. Elə bu sahədə də respublikada aşkarca belə deyək, manqurtçuluq siyasəti yeridirdi. Yəni insanları bir növ necə deyərlər, daha da ayırtmaq istəmirdilər. Və Azərbaycan Şura Yazıçıları Təşkilat Komitəsinin 1933-cü ilin yanvarında Bakıda keçirilmiş birinci plenumunda materiallarda buna bir sübutdur ki, Respublika Yazıçı İttifaqının yaradılmasında müzakirə etmək üçün toplanmış plenumda söhbət təbii ki yazıçılardan Əhməd Cavadın taleyindən gedir və şairin əsərlərini əks-inqilabi yazılar adlandırırlar və onu sağdan da soldan da şiddətlə tənqid və ifşa eləməyə başlayırdılar. Bu Cavad, Əhməd Cavad üçün həmin dövrə təbii ki çox ağrılı və siyasi cəhətdən çox necə deyim, nəticəsi ağır bir dövrlər oldu. Hansı ki mən çıxışımın əvvəlində artıq qeyd eləmişdim 37-ci illərin repressiyası. Əslində şairə qarşı irəli sürülmüş ittihamların necə amansız olduğunu inanmaq üçün ona cavab nitqindən də bir neçə nümunə gətirmək istəyirəm. Elə Əhməd Cavadın mən monoqrafiyada araşdıran zaman bu mövzunu, onun nitqindən bir parçanı istəyirəm sizə çatdırım. Bəzi yoldaşlar mənim əsərlərimi düzgün olmayaraq təhlil eləmişlər. Onlara yalnız milli şovinist məzmunu deyil, hətta əks-inqilabi xarakterdə vermişlər. Mənim isə yeganə idealım yalnız milli hərəkat olmuşdur. Kommunist sosialist hərəkatını mən bilməmişəm. Sol hərəkatın da heç vaxt düşmanı olmamışam. Mən həmişə əməkçi arasında çalışmışam. Müharibə əsnasında yaralılara yardımda bulunmuşam. Mənim yazılarımın 50%-i cəbhədən məktublar alanlar və yoxsulların həyatına ithaf edilmişdir. Burada bu adam bolşeviklər, kommunistlər əleyhinə yazmışdır söyləmək doğru deyil. Mən rica edərdim ki, faktlar düzgün qiymətləndirin, təhrif edilməsin. Lakin imkan veriniz mənə, yardım ediniz. Əslində ailə üzvlərinin dediyinə görə Əhməd Cavadini bilirdi. Şair yayını aradan çıxmağa, məsələn, Türkiyəyə getməyə imkanı var idi. Lakin o belə şeyi xəyalına belə gətirmək istəmirdi. Çünki uşaqlarını, ailəsini ilahi bir məhəbbətlə sevən bir şair özünü qorumaq naimindən onları atıb uzağa getməzdi. Yəni bu da onun xarakterinin əsas xüsusiyyətlərindən, əyməzlik keyfiyyətlərindən biri idi. Yaxın adamları da etiraf edirdi ki, həyatının ən çətin anlarında belə Əhməd Cavadı sarsıdan, necə deyim, kədərli vaxtlarında belə nikbin, xeyirxah nəzərlərlə baxmağa, yəni həyata onu nikbin baxmağa sövq edən elə onun ailəsi olmuşdur. Təbii ki, bu dövrlərdə. Əslində Əhməd Cavadın Sovet hakimiyyəti illərində təqib olunması, dəfələrlə həbs edilməsi, mühakiməsi, məhbəsdə çəkdiyi əzab və işgənclər də onun həyat yoldaşı Şükriyə xanım başda olmaqla təbii ki, ailəsinə də çox pis təsir eləmişdi. Şükriyə xanımın taleyini çox yaxından araşdırmışıq və bu araşdırma zamanı da əslində Əhməd Cavad kimi Şükriyə xanımın da ona olan sadiqliyinin, ona olan məhəbbətini və sevgisinin şahidi oluruq. Hansı ki, elə Əhməd Cavaddan geri qalmayaraq o da öz vüqarını göstərir bütün bu ağrılı
siyasi savaşda. Elə həmin dövrlərdə Əhməd Cavadın məsuliyyətə cəlb edilməsinin zərurəti də belə əsaslandırılır ki, Əhməd Cavad Axundzadə 1918-ci ildə Müsavat Partiyasının üzvüdür və 1920-ci ildə 1923-cü ilə qədər Müsavat Mərkəzi Komitəsinin birinci gizli heyətinin üzvü olmuş və buna görə də 1923-cü ildə həbs olmuş və deklarasiya ilə azad edilmişdir. Müsavatçı Yaşıl Qələmlər Ədəbi Cəmiyyətinin rəhbərlərindən biri olmuşdur. Öz müsavatçı mövqelərinə əl çəkməmiş və gizli müsavatçılıq işini davam etdirərək ətrafına toplaşan gənc Azərbaycan şairlərinə də müsavat ruhunda təbliğatlar aparmışdır. Yəni bu cür əsaslandırırdılar. Əslində diqqət edilərsə, görmək heç də çətin deyil ki, sivilizasiyalı ölkələrdə qəbul edilmiş adi beynəlxalq hüququ normalarına əsasən bu arayışda deyilənlərin hamısı üst-üstə qoyulsa belə, yenə də Əhməd Cavadı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir ciddi hüquqi əsas yox idi. Hal-hazırda hamımız demokratik, sivil ölkələrdə yaşayırıq və ölkədə yaşayırıq və həqiqətən də belə bir deklarasiya, belə bir necə deyim, beynəlxalq hüquq normalarına çox zidd həmən dövrdə qərar verildiyinin də şahidi oluruq. Ümumiyyətlə Əhməd Cavadı axırıncı şeir kitablarından olan şeirlər kitabı idi. Əhməd Cavad da kütləvi oxucu arasında süni surətdə çəkilmiş Çin səddinin belə deyək dağıdan ilk təşəbbüs olduğunda onun şeir həvəskarları da ədəbi elmi ictimaiyyətdə hərarətlə qarşılanmışdı və 10.000 nüsxə tirajla buraxılan kitab bir neçə gün içərisində satılıb qurtarmışdı həmən dövrdə. Çünki şairin bir sıra çox qiymətli əsərləri yenə də deməli bəzi səbəblər üzərindən kitaba salınmamışdı, amma yenə də bir çox əsərləri, yəni daha çox şeirləri həmən kitaba salınmışdı. Ümumiyyətlə 1991-ci ildə yazıcı nəşriyyatı Əhməd Cavadın Sən ağlama, mən ağlaram kitabını da oxuculara təqdim eləyir həmən dövrdə və bu Əhməd Cavadın indiyədək işıq üzü görmüş ən demək olar ki, iri həcmli kitablarından biri olur və onun maralsız qaldınız qarlı dağlar, sən ağlama, mən ağlaram gözəlim, mən çeynənən bir ölkənin haqq bağıran səsləyən və s. bölmələrində 100-dən artıq şeir toplanmışdır və Əhməd Cavadın satirik əsərlərdə imansızlar nə anlar uşaqlar üçün yazdıqları Pambıq dastanı və s. poemalarda bu kitabda öz əksini tapmışdır. Ümumiyyətlə Əhməd Cavadın Bakıda çıxan hələlik son kitabı isə Haqq Bağıran Səsdir. Onun Azərbaycan Jurnalistlər İttifaqının Nicat Nəşriyyatı 1991-ci ildə çap olunmuşdur, çap eləmişdir daha doğrusu. Mən ümumiyyətlə Əhməd Cavadın yaradıcılığı haqqında əslində çox geniş danışmaq olar. Mən daha çox onun siyasi düşüncələri və siyasi arenada onun başına gələn məhrumiyyətlər haqqında daha çox yer vermək istədim. Və əslində demək istəyirəm ki, Əhməd Cavadın təbii ki, həm həyatı, həm yaradıcılığı bizə mühüm bir dərs verir. İnamını, dilini, vətənini sevən insan heç vaxt məğlub olmur. O həyatını qurban verərək əslində millətinin azadlığı üçün sözün gücünə inanaraq və bu inamla da elə yazırdı. Əsirlikdə yaşamaqdansa azadlıqda ölmək gözəldir. Bu gün də onun misraları bizə həm vətən sevgisini, həm mənəvi dayanıqlığı, həm də milli qüruru öyrədir. Və Əhməd Cavad da yalnız bir dövrün şairi deyil, Azərbaycan ruhunun ifadəsidir. Elə bununla da mən çıxışımı yekunlaşdırmaq istəyirəm. Sevcan xanım, təşəkkür edirik dəyərli fikirlər üçün. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncə Məqbərə Kompleksi. Buyurun Rəfa xanım. Xoş gördük, hörmətli tədbir iştirakçıları. Bugün üçün seçilmiş mövzu, yəni Əhməd Cavad və Mehmet Akif Ersoyun, hər iki türk istiqlal savaşçısının təkcə ədəbi deyil, eyni zamanda hüquqi, siyasi və milli düşüncələrinin kəsişdiyi bir məqamı işıqlandırır. 20-ci əsrin əvvəlləri ümumiyyətlə türk dünyasının siyasi və mənəvi oyanış bir dövrü idi. Yəni müharibələr, istər imperiyaların dağılması, müstəqillik uğrunda mübarizələr, xalqların azadlıq arzusu, yəni
Yəni bütün bunlar bir millətin kimliyini yenidən dərk etməsi üçün başlıca bir səbəb oldu. Və hər iki mütəfəkkir 20-ci əsrin əvvəllərində xalqlarının azadlıq və istiqlal uğrunda mübarizə apardığı, yəni bu çətin eyni zamanda oyanış dövründə yaşamışlar. Onların yaradıcılığı yalnız ədəbiyyatın deyil, həm də hüquqi düşüncənin, milli ideologiyanın formalaşmasına yönəlirdi. Əhməd Cavad hüququ insan və millət azadlığının əsas dayağı hesab edirdi və onun Azərbaycan bayrağını şeirində biz bunu açıq-aydın hiss etməkdəyik. Cavad üçün hüquq yalnız qanun kitabında deyildi, xalqın vicdanında, mənəviyyatında yaşayırdı. Və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadiq qalan şair inanırdı ki, dövlətin gücü millətin hüquqlarını yalnız qorumaqla ölçülür. Yəni bir dövlət təbəəsinin, öz xalqının hüquqlarını nə qədər qoruyursa, o qədər güclüdür. Ümumiyyətlə, Əhməd Cavadın milli ruhda yetişməsinin başlıca səbəbi təbii ki, Gəncə mühiti idi. Çünki Gəncə mədrəsəsində təhsil alan Cavad elə həmin dövrü ömrünün dönüş nöqtəsi adlanırdı və burada təkcə o Hüseyn Caviddən təhsil almamışdı. Eyni zamanda Türkiyədən gələn Abdullah Sur və eyni zamanda Mehmet Əfəndi kimi şairlərin təlimlərini dinləmişdi və məhz bu səbəbdən də artıq Əhməd Cavadın qəlbində bir türkçülük, bir Turan sevgisi baş qaldırır. Məhz bu səbəbə görə də biz 1912-ci ildə Balkan Savaşında biz Əhməd Cavadı öz türk qardaşları ilə bir yerdə Balqarlara qarşı mübarizə edərkən görürük. Və həmin döyüşdən sonra, həmin müharibədən sonra artıq yaralanmış kişiliyinə vuruşan orada çalışanları və bununla bağlı ona bir məktub göndərir və onun kimi yetişmiş bir insana Azərbaycanda ehtiyac olduğunu bildirirlər. Və Azərbaycana qayıdan dönən artıq Əhməd Cavad burada müəllimlik fəaliyyətinə başlayır və öz təhsil verməklə yanaşı, təlimləri ilə yanaşı şagirdlərində bir istiqlal, bir azadlıq ruhu da aşılanmağa başlayır. Və 1914-cü ildə artıq Osmanlı İmperiyası Birinci Dünya Savaşına girdikdə Əhməd Cavad Çırpınırdı Qaradəniz şeirini yazır və həmin şeirdə Türkün bütün ağrısını, acısını əks etdirir və onun azadlıq duyğusunu qələmə tökür. Və eyni zamanda Əhməd Cavad həmin dövrlərdə Anadoluya kömək məqsədi ilə bir sıra mətbu orqanlarında, Yeni İqdam, Yeni İqbal kimi qəzetlərdə, Açıq Söz qəzetlərində daim insanları bununla bağlı yardıma çağırır. Və həmin dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə əlaqə qurur və Ərzurum, Qars, Ərdaxan kimi bölgələrdə olan acınacaqlı mətbuat orqanlarında yayımlanır. Ümumiyyətlə çox fəal iştirak edir. Uşaq ki,
Küçük.